Əziz vətəndaşlarım, dəyərli xalqım, mən bütün çıxışlarımda Xalq Cəbhəsinin və Müsavatın iqtidarlığından, birlik iqtidarından danışıram. Məni top ateşinə tuturlar. Az qalıb məni asalar, öldürərlər. Sən nə üçün Azərbaycanda müxalifətdə olan Xalq Cəbhəsinə və Müsavata dil uzadırsan? Az qalıb inanın məni öldürərlər, asalar, kəsələr və s. və axır. Niyə sən Xalq Cəbhəsinə dil uzadırsan? Mən də onlara izah edirəm ki, baxın, siz deyirsiniz Xalq Cəbhəsi bir illik iqtidar olub, AXC Müsavat bir illik iqtidar olub. Mən onlara başa salıram ki, onlar bir illik iqtidarlığı zamanında ölkəmizə, xalqımıza elə bir ləkələr vurublar ki, 30 il, bir 30 ildə iqtidarda bu hakimiyyət qalsa, yenə də o ləkəni təmizləyə bilməz. Elə bir ləkələr vurublar. Bütün sahəyə. Azərbaycan Respublikası dövlətinin bütün sahəsinə, təhsilinə, mədəniyyətinə, ordusuna, iqtisadiyyatına, elə bilək, millətinə ən əsas, vətəndaşına ən əsas, elə bil ləkələr vurublar. 30 il yox, bir 30 ildə ola dəxli yoxdur. O ləkə təmizlənməyəcək. O artıq bizim tariximizdə, Azərbaycan tarixində qara bir ləkədir. Qara bir ləkədir, bizim yaddaşımıza qaldı. Görürsünüz, yöntəmsiz, idarəçiliyi bilməyən adamları iqtidara gətirəndə bu olmalıdır. Dünən kiçik elmi işlə məşğul olan, adi balaca bir məqaləni, tarixi bir məqaləni yaza bilməyən adamı prezident seçəndə axımız bu olmalıdır da. 2 tələbəni öyrədə bilməyən şəxs müdafiə naziri olanda ölkəmiz onların bir illikdə bu vəziyyətə düşməlidir də. Oğrubaşını Daxili İşlər Naziri təyin eləyəndə ölkəmiz ləkələnməlidir də. Yəni mən bunları Xalq Cəbhəsi, AXC Müsavat iqtidarına şamil edirəm. Çünki onların vaxtında idi bu hüquqsuzluqlar, haqsızlıqlar, ədaletsizliklər. İndi də var. Amma indi indi o bu yavaş-yavaş həll olunmağa çalışır. İndi də var. İndi də haqsızlıq, hüquqsuzluq, ədalətsizlik var. Amma hiss olunur ki, artıq bunlar yavaş-yavaş öz həll olunur, yerinə oturur. Amma ləkə başqa bir şeydir. Bizim hüquq dövlətimiz Azərbaycanda, hüquq dövləti olan, demokratik, layiq bir dövlətimizə ləkəni vuran məhz onlar idi. AXC Müsavat. Azərbaycan daxilində, xaricində, ölkəmizin imicinə yaraşmayan hərəkətlər edən AXC Müsavat idi. Onların prezidentləri idi. Adi bir tarixi məqaləni yaza bilməyən adam, kiçik yermi işçi olan o adamı getdilər 92-ci ildə 7 iyunda prezident seçdilər. Prezident, bəli. Dövlət başçısı, təsəvvür edirsinizmi? Görün, biz o zaman nə vəziyyətdə idik? Bizi kimlər, bizim ölkəmizi, Şərqin ilk demokratik cümhuriyyəti olan Azərbaycan Respublikası dövlətinin kimlər idarə edildi? Bir qrup axmaq yığını, bir qrup, əyyaş, üzr istəyirəm bu sözümə görə. Amma bunu deməliyəm. Çox təəssüf olsun ki, bu adamlar təsadüfən deyəldim, 92-nin 7 iyunu, 93-ün 17 iyunu, yəni 1 il 10 ay iqtidarda qaldılar. 1 il 10 ay. Görün, yəni görürsünüz, artıq Azərbaycan Respublikası dövlətinə düşmənlik edənlər
90-cı ildəki olan AXC Müsavat iqtidarlığında olan ləkəni bizim üzümüzə vururlar. Görürsünüz? İndi deyirsiniz AXC Müsavat xalqımıza nə edib? Yəni bu gün biz güclü bir dövlətə çevrilik. Yəni artıq yavaş-yavaş dövlət olaraq formalaşırıq. Amma bizim düşmənlərimiz 92-93-də o AXC Müsavatın bir illik iqtidarlıqları zamanında o qara ləkəni bizim üzümüzə vururlar. Reallıq budur, gerçəklik budur. Onların iç yüzü budur.